Gecə vaxtı bir narkoman ya sərxoş əlində bir çubuq qaranlıq küçədə yerə vura-vura gedir. Nəsə bağırırsa, yolunuzun üstündədirsə nə edirsiniz? Yolun o biri tərəfinə keçirsiniz. Necə ki, kənd yolunda bir öküz dayansaydı, yenə yolunuzu dəyişərdiniz. Bu, həmin insana olan qorxudan ya nifrətdən yox, sadəcə heyvandır da bilmirsən nə edəcək. Heyvani insanlar yalnız bədən üçün yaşayır və yalnız bədən dilini anlayır. Əgər əlindəki çantanı oğurlamaq istəyirsə, ya bir xanımı zorlamaq istəyirsə, məntiqlə bu insanı başa sala bilməzsən. Mütləq üzünə bir şillə, başına bir qapaz dəyməlidir. Və cəmiyyət olaraq, dövlət olaraq biz heyvani insanı oğurluq eləyəndə, zorakılıq eləyəndə nə edirik? Əlini qolunu bağlayıb atırıq qəfəsə. Yəni heyvan olsan, yerin qəfəsdə olacaq. Necə ki, heyvanlar insanlarla yaşamağı öyrənirsə, məsələn, küçə itləri, eləcə də heyvani insan cəmiyyətin minimal tələblərinə uyur. Durduğu yerdə saldırmaz, özünü yığışdırar, amma təfəkküründə heyvan qalar. Və əlinə imkan düşən kimi, ölkədə bir xaos olsa, bir krizis olsa, heyvani insanlar üzə çıxacaq. Yaracaq, öldürəcək, zorlayacaq. Amma normal vaxtı metroda, basa-basda bir də görəcəksən bu heyvani insan özünü yavaşca qızların arasına soxur. Şəhvəti onu idarə eləyir. İmkan düşsə, hər kəsi əzib keçər. Amma həm də qorxur, qorxusu da onu idarə eləyir. Bir ləzzətdən o biri ləzzətə qaçdığı üçün təfəkkürü inkişaf eləmir. Gecə-gündüz nə yeyim, nə içim, kimlə çəkim, kimlə yatım, fikri zikri budur. Fikir zikir gözəl ifadədir. Birincisi fikir, yəni düşüncə, ikincisi zikir. Yəni tez-tez yadına düşən şeylər. Bütün günü yemək, seks, siqaret yadına düşürsə, sənin fikrin, zikrin budur.